Buyur Mehrim. Bir dənə ki, siz uşaqlar dördünüz də gözünüzü yumun. Aha. Biraz iri yaz. Dördünüz də gözünüzü yumun. Aha. Bir rəqəm yazın, əla. İndi qoyursan ora və qutunu bağlayırsan. Kutunun ağzını bağla. Qəşəng bağla. Aha. İndi qutunun Dilşad gözünü aç. Əlvi yaxşı qoy, o deşik bağlansın. Buyur. Bax oradan. Buyur Sinan. Emil. Sen de bak Emil. Asu gözünü aç. Bak. Yakınlaş, yakın bakabilirsin. Rəqəmi gördük mü? Xeyr. İndi fanarımızı götürürük. Fanarımızı götür. Mehri, fanarı yandır. Yandır fanarı. Ay sağ ol. İndi o bayaq əlini tutduğun hissədən fanarın işığını sal. Qoy ora. Belə, bax, belə. Bax, belə sal. İndi Dilşad, bax, rəqəmi görsən, amma demə. Aha. Buyur sen. Aha, Sinan. Gördün mü? Emil. Gördün. Asu. Hansı rəqəmdir? 8. Aha. Deməli bayaqlarım nə oldu? Bayaq qutunun içərisi qaranlıq olduğu üçün siz o rəqəmi görmədiniz. İndi necəydi qutunun içi? İşıqlıydı. İşıqlı olduğu üçün rəqəm neynədik? Gördük. Afərin.